qeyri-adi bir hadisə qeydə alınıb. Balıq tutarkən ovladığı balığın qarnından insan barmağı olduğunu görüb və balıqçı dərhal hüquq mühafizə orqanlarına məlumat verib. Əsas şübhəli şəxs Fəxrəddin oğlu Nurlandır. Amma məncə Nurlan öz başına bu boyda iş görə bilməz. Yəni Fəxrəddin Quliyevdən şübhələnirsiniz? Şəxsən hə. Diyan, meyidi həll elədin? Elədir. Çalışmırdım azardan uzaq. Çalışarım. Yeni mövsümdə yeni serial. Əsas məqsədimiz bu işlərdə Fəxrəddin var ya yox, onu öyrənməkdir. Gəlin. Sağ olun. Şad oldum. Bəli. Bəs mən Nurlan işində yoxam, rəis. Bu xırda para işlərlə sən məşğul ol, o barədə sonra danışarıq. Yaxşı? İstəyirəm evlənəsən. Ailə qurmaq lazımdır. Heç fikirləşməmişəm bizim haqqımızda. Yadından çıxıb deyəsən biz bacı qardaş. Okay. Fəxrəddinin ailəsinin etibarını qazan. Qoy səni özlərindən biri kimi hesab eləsinlər. Bir də önəm verdiyim başqa bir şey də var. Nə? Səmimiyyət. Qardaş kimi böyüdüm adamla məni evləndirmək istəyirsən məcburi. Nurlanla evlənməmək üçün heç bir səbəb yoxdur. Yeni hekayə və qəhrəmanlarla. Sən də bir oğlan dostun zadın yoxdur ki, yalandan göstərəsən münasibətin var. Mənim atamın xasiyyəti haqqında yəqin keçdiniz. İstədiyindən nail olmağa həmişə bacarır. Məni evləndirmək istəyir, məcburi. Nurlan sevməməyim sənin üçün səbəb deyil. Yox. Bilmirəm necə deyim. Yaxşı, bəs başqasını sevirəmsə necə? Atama dedim ki, biz görüşürük, aramızda ciddi münasibət var. Zarafat edirsiniz mənə. Bir daha xoş gəlmisiniz. Xoş gördük. Axşamınız xeyir. İnşallah. Fəxrəddin Quliyev. Gedək düş qabağıma. 4-cü divar. Sentyabrın 7-sindən etibarən hər həftənin 1-ci, 2-ci və 3-cü günləri saat 23-də.